1993-cü ilin avqust ayının 5-dən 6-sına keçən gecə Ağcabədi rayonunun 7 kəndi gözlənilmədən artilleriya atəşinə tutuldu. Dinc insanlar bilirdi ki, cəbhə xətti uzaqda deyil. Bu səbəbdən artıq hamı əmin idi ki, işğalçı Ermənistan ordusunun hissələri irəliləyib və Ağcabədinin kəndlərinə doğru hücuma keçib. Bu o dövr idi ki, Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə Heydər Əliyev gəlmişdi və o zaman həm ölkə daxilində, həm də kənardan müşahidə edənlərin arasında elə düşünənlər var idi ki, Heydər Əliyev təkdir və heç nə bacarmayacaq. Ortaq fikir ondan ibarət idi ki, Heydər Əliyev ən yaxşı halda Azərbaycanda hakimiyyətdə qala bilər, lakin bu artıq parçalanmış, zəif Azərbaycan olacaq. Həmin vaxt heç kim bilmirdi ki, Ağcabədinin 7 kəndinin bombardımana məruz qalmasından 15-20 gün sonra bütün respublikanı silkeləyəcək hadisələr baş verəcək. Bir qrup separatçı ölkəni parçalamaq istəyəcək, onların ucbatından ölkədə vətəndaş qarşı durması yaranacaq, amma bu niyyət baş tutmayacaq. Bunun da səbəblərindən biri həmin separatçıların Ağcabədi ilə bağlı qurduqları planın süquta uğraması olacaq. Bir sözlə, Heydər Əliyevin Azərbaycanı qoruyub saxlamaq gücünə, onun tək olmadığına şübhə ilə yanaşanlara rəğmən Ağcabədi hadisələri bunun tam əksini göstərəcək. Bunu isə cəmi bir əsgər, bir addım irəli atması ilə sübut edəcək. İbad Mövsümoğlu Hüseynov 1970-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 1988-ci ildə həmin kənddən Sovet ordusunun Amur vilayətindəki hərbi hissələrindən birinə hərbi xidmətə gedib. 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələrə etiraz olaraq xidmət etdiyi hərbi hissədə soydaşlarını toplayaraq aclıq aksiyası təşkil edib. Aksiyanın qarşısını almağa cəhd göstərən Sovet ordusunun generalları əskər İbad Hüseynovun geri çəkilməyəcəyini gördükdə əvvəlcə onun, daha sonra isə onunla həmrəy olan digər Azərbaycanlı əskərlərin vaxtından əvvəl tərxis olunması barədə əmr veriblər. 1990-cı ilin sonlarından Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 1991-ci ildən Xocavənd rayon özünü müdafiə batalyonunun kəşfiyyat tağımının komandiri vəzifəsində çalışıb. 1991-93-cü illərdə kəşfiyyatçı İbad Hüseynov ermənilərə divan tutur. 1991-ci il may. Ermənilər hərbi əməliyyatlarda istifadə etmək məqsədi ilə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında strateji əhəmiyyətli yol çəkilişi ilə məşğuldur. 1991-ci il 15 may. İbad Hüseynovun rəhbərlik etdiyi kəşfiyyat dəstəsi Qarakənd kəndi ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində ermənilərin yol çəkilişi ilə məşğul olan 10 ədəd texnikasını məhv etmişdi. 1991-ci il noyabr. Xocavənd rayonu xüsusi strateji əhəmiyyət kəsb etdiyindən düşmən müharibənin ilk günlərindən həmin ərazini ələ keçirmək üçün böyük qüvvə səfərbər edir. 7 noyabr 1991-ci il. Məlumata görə erməni birləşmələri Xocavənd kəndinə çox ciddi hücuma keçmişdi. İbad Hüseynov və onun döyüş yoldaşları Xocavənd kəndinin yaxınlığındakı ferma istiqamətində döyüş əməliyyatı keçirmiş və ermənilərə çox ciddi müqavimət göstərmişdi. Ermənilər ağır itkidən sonra kəndə hücumu dayandırmış, İbad Hüseynov öz dəstəsi ilə Xocavənd kəndinə daxil olmuşdu. 1992-ci il yanvar. Xocavənd rayonunun Qaradağlı kəndi 4 tərəfdən mühasirədədir. Kənddə 1000-ə yaxın insan qalıb. İbad Hüseynov tapşırıq alır. Düşmənin diqqətini Qaradağlıdan yayındırmalı və bununla da kənddən dinc insanların çıxmasına şərait yaratmaq lazımdır. İbad Hüseynov və onun döyüş yoldaşları ermənilərin nəzarətdə saxladıqları Xocavənd rayonunun mərkəzinə 2 dəfə hücum əməliyyatı keçirmişdi. Məqsəd rayon mərkəzini ermənilərdən azad etmək yox, Qaradağlı cəmaatına mühasirədən çıxmağa şərait yaratmaq idi. Az qüvvə ilə hücuma keçən İbad Hüseynov Xocavənd rayonunun mərkəzinə qədər irəliləmişdi. Bundan xəbər tutan ermənilər Qaradağlı istiqamətində cəmlədiyi qüvvənin böyük hissəsini Xocavənd istiqamətinə yönəltmişdi. Bununla da Qaradağlı cəmaatı mühasirədən çıxmaq imkanını qazanmış, 1992-ci ilin fevral ayının 17-sində ermənilərin həmin kəndin sakinlərinə qarşı törətdikləri soyqırım cinayəti zamanı daha az sayda insan həlak olmuşdu. 3 aprel 1993-cü il. İbad Hüseynovun başçılıq etdiyi kəşfiyyat tağımı döyüş tapşırığını yerinə yetirərkən düşmənin mühasirəsinə düşür. Həmin vaxt ermənilər İbadın nəyə qadir olduğunu artıq yaxşı bilir. İbadın mühasirəyə düşməsi ermənilər üçün böyük bəladan qurtulmaq şansı verirdi. Lakin İbad düşməni bu sevinci yaşamaqdan da məhrum edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin arxivindən 161 saylı hərbi hissə, arayış nömrə 185. İbad Hüseynovun şəxsi bacarığı və fədakarlığı sayəsində düşmənin postu alınmış, bir zenit qurğusu və bir neçə düşmən əskəri məhv edilmişdi.
tam mühasirə vəziyyətində olan Tağım tapşırığı yerinə yetirərək sağ-salamat geri qayıtmışdı. 1993-cü il 10 iyun İbad Hüseynovun keçirdiyi tarixi əməliyyat, Qaradağlı, Xocalı və digər yaşayış məntəqələrində Azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinə rəhbərlik edənlərdən biri, milliyyətcə erməni olan beynəlxalq terrorçu, Asala terror təşkilatının rəhbərlərindən biri, Avo ləqəbli Monty Melkonyan məhv edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin arxivindən 831 saylı hərbi hissə, arayış nömrə 224. 3 gün düşmən arxasında qalan kəşfiyyat qrupu Avonun izinə düşə bilir. Sonuncu şəxsən İbad Hüseynov tərəfindən əlbəyaxa döyüşdə məhv edilir. Və bütün bunlar İbad Hüseynovun işğalçılara qarşı döyüşlərdə əldə etdiyi nailiyyətlərin cüzi hissəsidir. Lakin onun missiyası bununla bitməməli imiş. Bu əskər eyni zamanda daxili düşmənlərə, xidmət etdiyi ərazidə əskərlər arasında nifaq salan, döyüşçüləri Azərbaycanı məhvə yox, qurtuluşa doğru aparan liderin əleyhinə yönəltməyə cəhd göstərən, nəhayət öz siyasi məqsədləri naminə vətənə xəyanət etməkdən belə çəkinməyən qüvvələrə qarşı mübarizənin önündə dayanmalıydı. Çünki onun üçün düşmən elə düşmən idi. Amma vətən anlayışı hər şeydən üstün idi. May 1992-ci il Xocavənd Beyləqan istiqaməti. Böyük qüvvə ilə hücuma keçən düşmənin bütün səyləri nəyin bahasına olursa olsun, Xocavənd rayonunun tam işğalını sona çatdırmağa yönəlmişdi. Əsas məqsəd Beyləqan və Ağcabədi rayonlarına çıxmaqdır. Lakin düşmənin texnikası, canlı qüvvəsi və qurduğu hücum planları Azərbaycan əskərlərindən ibarət səddi yara bilmir. Silah-sursat çatışmadığı bir vaxtda bir nəfər də olsun geri çəkilmir. Onların sayı düşmənin qüvvəsi ilə müqayisəyə gəlməz şəkildə azdır. Xocavənddən keçən 15-20 kilometrlik cəbhə xəttini cəmi 80-90 nəfər qoruyur. Buna baxmayaraq ermənilər irəliləyə bilmir. Belə bir vaxtda Lənkərandan kömək gəlir. Əlikram Hümbətovun rəhbərlik etdiyi hərbi birləşmə 15-20 kilometrlik cəbhə xəttini nəzarətə götürür. Amma 14 may gözlənilmədən gecə xəbər gəldi ki, Əlikram Hümbətov bütün öz batalyonunu götürüb, pozisiyaları boş qoyub, postları boş qoyub, qayıdıb Daşburuna getmək istəyirlər. Mən heç anlaya bilmədim açıqda. Araşdırma zamanı müəyyən olunmuşdu ki, 1992-ci ilin may ayının əvvəllərində döyüşlərin qızğın vaxtında Əlikram Hümbətov əmr verərək Xocavənd istiqamətində yerləşən və ona tabe olan Lənkəran batalyonunu cəbhə xəttindən geri çəkmiş və həmin istiqamətdə olan az saylı, maddi-texniki təminat baxımından düşməndən qat-qat zəif olan yerli özünü müdafiə dəstələrini tək qoymuşdu. Əlikram Hümbətov həmin ərazini tərk edərkən yerli özünü müdafiə dəstələrinin rəhbərlərinin xahişlərinə məhəl qoymamış, onlara canlı qüvvə və texnika ilə kömək etməmişdi. Əlikram Hümbətovun bu addımı atmasının səngərdə dayanan döyüşçülərə qarşı bu cür xəyanət etməsinin səbəblərini aydınlaşdırmaq üçün onun psixoloji portretini cızmaq kifayətdir. 1980-ci illərin sonlarında, yəni keçmiş Sovet İttifaqının süqutu ərəfəsində bütün respublikalarda olduğu kimi Azərbaycanda da vüsət alan milli azadlıq hərəkatı zamanı Hümbətov özünü müstəqillik uğrunda ən fəal mübarizə aparan insan kimi göstərmişdi. 1988-ci ildə o Xalq Cəbhəsinin sıralarına qoşulur və bu qurumun Cənub regionu üzrə təşkilatlanmasında aparıcı rol oynayır. Xalq Cəbhəsi tərəfindən keçirilmiş bütün aksiyalarda fəal iştirak edir. 1990-cı ildə Bakıda baş vermiş qanlı 20 yanvar hadisələrindən sonra Hümbətov ətrafına 40 nəfər Lənkəran sakinini toplayaraq əvvəlcə təlim keçmək məqsədi ilə Lənkəran ətrafı meşələrə çəkilir. Bir müddət keçdikdən sonra Sovet ordusu ilə yaranmış silahlı qarşıdurma zamanı onlardan 6 nəfəri qətlə yetirilir, digərləri isə həbs edilərək Rusiyanın Ulyanovsk şəhərinə aparılır. Əlikram Hümbətov qaçaraq canını qurtarsa da SSR Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq İdarəsi tərəfindən həbs edilir, barəsində cinayət işi başlanılır və o bir müddət həbsdə saxlanılır. Lakin məhkəmənin qərarı ilə Hümbətovun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək o məhkəmə zalından azad buraxılır.
Azadlığa çıxdıqdan sonra Hümmətov Sosial Demokrat Partiyasına qoşulur. 90-cı illərin əvvəllərində Respublikanın 6 rayonunda özünü müdafiə dəstələri yaradılır və Lənkəranda yaradılmış dəstəyə Ələkram Hümmətov rəhbərlik edir. Həmin dövrdə Azərbaycan Respublikasını tərk edən Sovet qoşunlarının Lənkərandakı hərbi hissələri silahları dövlətə yox, məhz Hümmətovun dəstəsinə təhvil verir. Araşdırmalara əsasən sonradan həmin dəstə vaxtaşırı cəbhə xəttinə gedərək orada döyüşlərdə iştirak etmələri təəssüratı yaratmağa çalışmış, əslində isə Ağdam rayonunda Azərbaycan ordusuna məxsus silahları ələ keçirməklə məşğul olmuşdur. Xalq cəbhəsinin hakimiyyəti dövründə yaranmış özbaşınalıqdan istifadə edərək Ələkram Hümmətov xarici xüsusi xidmət orqanlarının köməkliyi ilə tabeçiliyində olan batalyonun silah təchizatını yaxşılaşdırır və ətrafına separatçı meyilli şəxsləri toplamağa başlayır. Sonuncular həmin hərbi hissədə millətçi separatçı təbliğat aparmaqla məşğul olur.